Mənim sənətim var filan, mənim toylarım çoxdur, mənim mahnılarım trenddir filan belə. Amma çıxırlar efirdə bir dənə canlı ifa oxuya bilmirik. Yox, qətiyyən. Biz görə bilmirik. Canlı oxuyanda da biabır olurlar, bütün saytlar paylaşır. Mən istəyərəm ki, onlar bugün çıxsınlar, bir dənə canlı performans göstərsinlər, normal. Normal bir dənə canlı ifa eləsinlər, sonra da çıxsınlar desinlər ki, mənim sənətim var. Bunu desinlər. Ya, bir şey de deyim, daha sonra SMS-ləri səsləndirəcəm. Hansı ki, elə verişimiz hər dəfə başlayan andan 050-502-01-30 nömrəsi aktivdir. Mən də o bacardığım qədər SMS-ləri səsləndirirəm. Çünki yüzlərlə SMS gəlir və buna vaxt zaman çatmır. Amma səsləndirəcəm bir neçə dəqiqədən sonra. Demək, verilişimiz başlayandan, yəni mən aparıcılığa başlayandan, bu verilişdə aparıcılığa başlayandan, bu elə ötən günlərin birində də kifayət qədər bir məbləği gəldilər və layihə rəhbərimiz də Nərmin xanım da eşidir, təqdim elədilər. Təqdim eləmək istədilər ki, biz Günaydın Azərbaycanda olaq. Yəni bu proqramda iştirak eləyək. Özdə kifayət qədər bir məbləğ, gözə görünən bir məbləğ bizim layihə rəhbərimiz və biz onu qəbul etmədik. Niyə qəbul etmədik? Bu günləri gələn, İlkin Əhmədov, Eldəniz Məmmədov, Şahvələd, Pünhan İsmaili başda olmaqla İlahi xanım və digər sizin kimi dəyərli, layiqli sənətkarlar sabahsı gün bu proqramda onları görəndə biz yenidən onları dəvət eləyə bilmirik, sizi dəvət eləyə bilmirik. Tamamilə doğru vurğuluyorsunuz. Mən şəxsən öz payıma deyirəm, mənim artıq həvəsim qalmır. Mən gəlmək istəmirəm, mən getmək istəmirəm efirlərə. Allah haqqı, çünki mən də çıxım, bu dəyərli böyük sənətkar da çıxsın, bu gözəl insan şəxsiyyət də çıxsın, sənətinin sənətkarı və o da çıxsın. Ondan, belə deyək də, səviyyəsi, sənəti, söhbət sənətdən getməsi, səviyyəsi aşağı, o birisi də çıxsın. Yaxşı da onda bizə maraq qalar mı gələk hansısa bir layihədə verilişdə? Bizim efirlərə Mikail qardaşım çıxmamağımızın səbəbi onlarla efirə deyilməkdir. Ona görə biz çıxmırıq. Bərabər şəxsən, onları çağırırlar, böyründə də bir dənə yaxşı xanəndə, müğənni çağırırlar ki, yəni onlar indi nəsə ödəyirlər, nəsə yəni şeylər, nəsə eləyirlər də. Təmənna alır. Təmənna olur ki, elə şeylər. Ona görə də biz gec-gec çıxırıq efirə.